İzləyicilər, hal-hazırda salamlayırıq. Biz bugün Cənub bölgəsi Lənkəranda qazimizin ocağındayıq. Hal-hazırda bax, ilk çəkilişi ona görə edirəm ki, bax gördüyünüz, bax, iki insan olmasaq bu qazi, heç iki insan olsa da köməkdə yenə də hərəkət edə bilmir. Yəni irəliləyən dəqiqələrdə, irəliləyən saniyələrdə qazimiz Eyvaz Qasımov haqqında söhbət gedəcək. Ona görə də ilk öncə sizlərə təqdim edəcəyim çəkiliş göstərirəm ki, bax, gəl 2 nəfərin köməyi ilə heç hərəkət edə bilməyən Eyvaz Qasımovun haqqında söhbətlərimiz içəridə, irəliləyən dəqiqələrdə söhbətlərimiz olacaq. Bizləri izləmədə olun, inşallah sizlər üçün qazimiz haqqında ətraflı söhbətləri edəcək. Allah qazimizə şəfa versin. Şəhidlərimizin ruhu şad, veteranlarımıza can sağlığı. Allah Azərbaycan ordusunu qorusun. Dediyim kimi, irəliləyən dəqiqələrdə, irəliləyən saatlarda biz qazimiz haqqında ətraflı Azərbaycan xalqına ətraflı söhbət edib göstərəcək.